Salam dəyərli şagirdlər, gəlin bu sualın izahına baxaq. Bizə deyir A-yə 18-dir, C-yə 3 cm-dir və bu B-C-yə alfa qoyaq və C-B-yə bura beta qoyaq. Bu bucaqların cəmi 45 dərəcədir. Alfa plus beta bərabərdir 45 dərəcədə. Onda A-Y-B bucağı da 45 dərəcə olacaq. Çünki bu kör bucaqlı üç bucağın qonşu bucağı ona yəni bu 45 dərəcə alfa ilə betanın cəmlə bərabərdir. Onda bura olur 135 dərəcə. İndi baxın, bura 45 dərəcədirsə, burada 45 dərəcədir. Çünki bu düz bucaqlı üç bucaqdır. Baxın, təpə bucaq 90 dərəcədir. Onda yaza bilərik ki, AB bərabərdir BY-yə, o da bərabərdir 9 kök altında 2-yə. Çünki bərabər yanı düz bucaqlı üç bucaqda hipotenuz, yəni 18 katetlərin kök altı 2 mislidir. İndi baxın, bura 9 kök altında 2, burada 9 kök altında 2. Bizdən BC-ni istəyirik, Y qoyaq. Belə bir üç bucaq alındı, kör bucaqlı üç bucaq alındı və biz kosinuslar teoremindən tapa bilərik. Bura 135 dərəcə, bura 9 kök altında 2, bura 3, bura Y. Y-in kvadratı bərabər 9 kök altında 2-nin kvadratı, yəni 81 2-yə vurdu, 162. Üstə gəl 3-ün kvadratı 9. Əslində çıxdı, kosinus 35 dərəcə ikinci rübə düşdüyünə görə mənfi alır və o mənfi müsbətləşir. 2 vurulsun 9 kök altında 2, vurulsun 3 və kosinus 35 dərəcədə 135 dərəcədir. Kök altında 2 bölü 2 alır. Yəni ki, 45 dərəcənin qiymətini alır. Burada ikilər ixtisar gedir. Burada qalacaq, hamısını toplasaq 162, üstə gəl 9, üstə gəl 9 kök altı 2-nin kök altı 2-yə vursaq 18, onu da 2-yə vursaq, daha doğrusu 3-ə vursaq 54 və bunların hamısının cəmi 225 eləyəcək. Yəni Y kvadratı bərabərdir 225, Y də bərabərdir 15. Y-imizi də biz BC ilə ifadə etmişdik. Cavab 15 olacaq.